Gürcüstanın yeni katolikos patriarxı seçilib. Bütün Gürcüstanın katolikos patriarxı Mtsxeta Tbilisi arxiyepiskoposu və Biçvinta ilə Suxum Abxaziya mitropoliti 3-cü şiə olub. 49 ildən sonra keçirilən tarixi mərasim 142-ci patriarxın intronizasiyası dünən seçkidən bir gün sonra Svet-İtsxoveli Kafedral kilsəsində baş tutub. Taxta çıxma mərasimi sinod üzvlərinin iştirakı ilə keçirilib. Ruhani şəxslər 3-cü şiəyə əvvəlki patriarxların daşıdığı tarixi mitranı taxıb və katolikos patriarxın rəmzi nişanlarını təqdim ediblər. Bu müstəqil Gürcüstan tarixində keçirilən ilk intronizasiya olub. Tarixi hadisə münasibəti ilə Svet-İtsxoveli məbədinin heyətinə çoxlu insan toplaşıb. Təntənəli ayində keşişlər, rahibələr və hökumət nümayəndələri də iştirak ediblər. Gürcüstan kilsəsinin yeni rəhbəri taxta çıxma mərasimi üçün 12 may müqəddəs Andreyin Gürcüstana gəlişi və Gürcüstanın Məryəm ananın payı elan olunması gününü özü seçib. Təntənəli ayindən sonra 3-cü şiə katolikos patriarx kimi xalqa ilk müraciətini edib. Avropa Parlamentinin deputatı Rasa Yukneviçyenin açıqlaması ilə bağlı reaksiyalar davam edir. O bildirib ki, Yerevan Cənubi Qafqazın demokratiya paytaxtına çevrilib. Əvvəllər bu status Tbilisiyə məxsus idi, indi isə Yerevandadır. Avro deputat həmçinin Bidinə İvanişvili haqqında danışaraq qeyd edib ki, müəyyən mənada Gürcü xalqının səhvi ona bu günə qədər etdiklərini etməyə imkan verməsi olub. Müxalifət bu bəyanatla razılaşır. Onların fikrincə Gürcüstanın hazırda beynəlxalq arenada düşdüyü vəziyyət tamamilə hakim Gürcü arzusunun yürütdüyü ağır siyasətin nəticəsidir. Hakim komanda isə bildirir ki, bu cür açıqlamalar onlar üçün təəccüblü deyil və həmin avrodeputatdan oxşar ritorikanı əvvəllər də eşidiblər. Ali təhsil haqqında qanuna ediləcək dəyişikliklər Təhsil, Elm və Gənclərə İş Komitəsinin iclasında birinci oxunuşda müzakirə olunacaq. Dəyişikliyə əsasən keçid müddəası dəqiqləşdirilir. Buna görə də 17 dekabr 2025-ci il tarixinədək ali təhsil müəssisələrinə qəbul olunan tələbələr keçid dövründə 2030-2031-ci tədris ilinin sonuna qədər yalnız artıq qazandıqları maliyyə dəstəyini saxlamayacaq, eyni zamanda həmin maliyyələşdirməni əldə etmək və artırmaq imkanına da sahib olacaqlar. Qanunvericilik dəyişikliklərinə Gürcüstan parlamenti sürətləndirilmiş qaydada baxacaq. İsrail və Livan arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Livanda azı 380 nəfər həlak olub. Livanın Səhiyyə Nazirinin mətbuat konfransında verdiyi məlumata görə yaralananların sayı isə 1122-ni ötüb. Nazir bildirib ki, İsrail məqsədli şəkildə təcili tibb yardım əməkdaşlarını və tibb personalını hədəfə alır. Qeyd edək ki, atəşkəs razılaşmasına baxmayaraq İsrail və Hizbullah qarşılıqlı hücumları davam etdirir və tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edirlər. Ukraynada müharibənin başa çatması çox yaxındır. Sonda Rusiya ilə Ukrayna arasında razılıq əldə edəcəyik. Bunu Donald Trump bildirib. Jurnalistin bu il Rusiyaya səfər edib etməyəcəyi ilə bağlı sualına Trump lazım olan hər şeyi edəcəyini cavablandırıb. Həmçinin ABŞ prezidenti ilə Vladimir Putin arasında Rusiyanın bütün Donbası əldə etməsi ilə bağlı hər hansı razılaşmanın olub-olmaması sualına Trump mənfi cavab verib. Borcom yaylasında küknar meşələrinin qorunması məqsədi ilə sanitariya kəsimləri aparılır. Mütəxəssislərin sözlərinə görə ekosistem üçün əsas təhlükəni qabıq yeyən zərərvericilər yaradır. Bu səbəbdən zədələnmiş ağacların ərazidən vaxtında çıxarılması vacib sayılır. Paralel olaraq feromonlu həşərat tələlərindən də istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, hazırda hantavirusun geniş yayılması müşahidə olunmur, amma yaxın həftələrdə yeni halların aşkarlanması mümkündür. İndiyədək 9 yoluxma təsdiqlənib, 2 nəfər isə şübhəli sayılır. Məlumata görə kruiz gəmisində olan Fransa vətəndaşı ağır vəziyyətdə Paris xəstəxanasında müalicə olunur. Madriddə karantində olan İspanyalılardan birində də virus aşkarlanıb, vəziyyəti yüngüldür. Nadir xəstəlik əsasən yoluxmuş gəmiricilərlə təmasdan yayılır, lakin ilk dəfə insandan insana keçmə ehtimalı da qeyd olunur.